Salam 44 kanalının dəyərli izləyiciləri, bu dəfəki videomuzun mövzusu mənim şəxsi avtomobilimdir. Qarşılayın BMW 4-cü seriya F33. Avtomobil haqqında danışmağa başlamamışdan qabaq gəlin birinci başa düşək ki, bu 4 seriya ümumiyyətlə hardan yarandı? Yəni əvvəllər belə bir şey yox idi. F seriyasına keçidlə BMW marketoloqları qərara gəldilər ki, bu iki qapılı avtomobilləri, yəni kupe və kabrioletləri keçirsinlər məsələn güc seriyalara və bununla da 2-ci, 4-cü, 6-cı, 8-ci seriyalar oldu kupe və kabriolet avtomobillər. Sedanlar və universallar isə qaldı tək seriyalarda, yəni 3, 5, 7 seriyalarında. Və məsələn Y90 nəslində 92 və 93 kupe və kabriolet 3-cü seriyaya aid idisə, artıq F nəslində F32 və F33 ayrıldı, ayrıca bir seriya kimi. Amma əslində bunlar eyni F30 bazasında olan avtomobillər. Yəni F33 Y93-ün davamçısıdır və hətta bu avtomobillərin tavan mexanizmləri belə hardasa 95% demək olar ki, eynidir. Biraz öz avtomobilim haqqında daha ətraflı məlumat verim sizə. Avtomobil 2015-ci ildir. Restylinqdən əvvəlki modeldir. Restylinq olub 2017-ci ildə. Sərt tavanlı kabrioletdir. 428 ay modelidir. Yəni burada 2 litrli Twin Power Turbo benzin mühərriki var. Deməli, arxa çəkən avtomobildir. Hal-hazırda yürüşü 135 min kilometrdir. Amerikadan gəlib. Estoril Blue göy rəngindədir. Salonu da ağ salondur. Və avtomobil 2023-cü ildən məndədir. Mən almışdım bu avtomobili 93 min kilometr yürüşdə. Hal-hazırda 135 min kilometrdir. Deməli, əlbəttə ki, avtomobili mən alanda xarici görünüşü belə deyildi. Hal-hazırda ekranda şəklini görürsünüz mən alandakı vəziyyətini və mən bir stok həvəskarı kimi başladım avtomobilin üzərində biraz işlər görməyə və biraz boya işləri var idi mən alanda. O boya işləri ilə bir yerdə məsələn öndə lipi var idi, hansı ki 4 yerdən qırılmışdı və bu xarici görünüş mənə heç sərf eləmirdi. Ona görə onu da ləğv elətdirdim. Qara radiator barmaqlıqları var idi. Bunları dəyişdik, orijinal xromları qoyduq. Nömrə qabı yox idi. Nömrə qabını mən İstanbuldan sifariş verdim. Oradan gəldi. Burada yəni nə qədər axtardım bu nömrə qabını tapa bilmədim. Daha sonra avtomobilin üstündə ksenon işıqlardır. Qeyd edim ki, avtomobil M Sport komplektasiyasıdır. Yəni M-Tech deyilən şey burada orijinaldır. 19-luq disklər var üstündə. Bu disklər mən alanda avtomobili iç tərəfi qara idi, üst tərəfi yonulmuş formada gəlir bunlar. Mən daha açıq rəngə rənglətdirdim. Amma indi fikirləşirəm ki, bəlkə yenə də rənglətdirim, biraz boz rəngdə. Əgər bu işi eləsəm, sizə də maraqlı olsa yazarsınız videonun şərh bölməsində, onu da ayrıca çəkib paylaşaram. Deməli, bu loqo yox idi. Amerikadan gələn avtomobillərdə olmur bu loqo ön qanadda. Onu sifariş verdim. Amerikankalar ləğv olundu. Yarasa güzgülər var idi, onları ləğv elətdirdim. Orijinal özününkünü qoydum. Öz rəngində sifariş olundu Çindən. Onlar qoyuldu. Və avtomobili alanda da arxa difuzer bu formada deyildi. 4 çıxışlı idi. Çin istehsallı idi. Bilmirəm, çox keyfiyyətsiz bir şeydi. Ona görə də bir stok həvəskarı kimi mən də bunu qaytardım. Yenə F33-ün üstündən çıxma orijinal difuzerə və bu başlıqlar da orijinaldır. F36-nın üstündən çıxıb. Yəni avtomobili mən maksimum dərəcədə stok vəziyyətində saxlamağa çalışıram. Mən belə bəyənirəm, neynəmək olar ki. Kabriolet avtomobillərində belə bir detal olur. Bunun adı külək deflektordur. Hansı ki, siz avtomobili yüksək sürətlərdə sürəndə küləyin salona daxil olmasının qarşısını alır və bu şəkildə siz daha komfortlu şəkildə avtomobili üstü açıq idarə edə bilirsiniz və adətən bu 4-cü seriya kabrioletlərdə Amerikadan göndərəndə bu avtomobilləri bu detalı özlərində saxlayırlar və bunsuz göndərirlər. Və bu avtomobildə də mən alanda yox idi, amma sonradan bunu tapdıq və aldıq. Hal-hazırda avtomobilin üstündədir. Və bu rahat şəkildə qatlanır. Bu arxa sərnişin oturacaqlarının arxasında bir bölmə var. Orada saxlamaq olar bunu və lazım olanda da yenə açıb yerinə taxırsınız və istifadə edirsiniz. Düzdür, belə bir fikir var ki, kabriolet yalnız 2 nəfər üçündür.
Amma bu avtomobildə tam da elə deyil. Əlbəttə ki, 2 nəfər daha komfortlu gedir bu avtomobildə, amma yəni vaxt olub ki, biz 4 nəfərlə də bu avtomobildə səyahət eləmişik. Hətta 3 nəfər rayondan da qayıtmışıq. Yəni lazım olanda arxada adam otura bilir. Amma əlbəttə ki, xüsusən də bu arxa bel hissəsi kifayət qədər dik olduğuna görə getmək o qədər komfortlu deyil. Amma yenə də şəhər rejimində 20-30 dəqiqə belə arxada kimsə otursa xüsusi bir problem yaratmır. Ön oturacaqlar gördüyünüz kimi sport oturacaqlardır. Məndə F10 idi bundan əvvəl və sadə oturacaqlarla təchiz olunmuşdu. Fikirləşirdim ki, sport oturacaqlar o qədər rahat olmaz, amma tam əksi oldu. Çünki bu oturacaqların həm diz dəstəyi var, həm bel dəstəyi var və sürüş zamanında kifayət qədər rahatdır. Yəni sürücünü və sərnişini qoymur yerindən tərpənsin. Oturacaqlarda deməli Air Scarf özəlliyi də var. Hər 4-cü seriyada olmur bu özəllik, komplektasiyadan asılıdır. Və bu Air Scarf özəlliyi də onda imkan verir ki, siz avtomobili soyuq vaxtlarda idarə eləmək istəyəndə Air Scarfı qoşursunuz və oradan isti hava vurur və avtomobili komfortlu şəkildə hətta soyuq havalarda belə idarə eləyirsiniz. Sükan M sükandır, orijinal M sükandır. Maşının üstündə gəlib, ləçəkləri var arxada. Oturacaqların və sükanın qızdırılması özəlliyi var. Böyük monitordur, klimat kontrol sistemidir, sport sürətlər qutusunun başlığıdır, 6 VB cihazlar panelidir, rəqəmsal formada və düzdür, restylinqdən əvvəl bu funksiya yoxdur F33-lərdə, ümumiyyətlə 4-cü seriyada və F30-da, amma mən avtomobili belə almışam. Böyük ehtimalla bunu Amerikada qoyub göndəriblər. Salon haqqında da demək olar ki, bu qədər. Kapotun altına yuduzdurmamışam mən maşını alandan, ona görə biraz yaxşı görkəmdə deyil, amma sizə onu deyim ki, bu kapotun altına heç çox da baxış keçirməyə ehtiyac qalmır. Burada əsasən dövrü baxımlardır, yağ dəyişmə və s. Mən avtomobili alanda check engine işığı yanırdı və diaqnostika eləyəndə məlum oldu ki, termostat nasazdır. Termostatı dəyişdirdik və ondan bu yana hələ ki kapotun altında ciddi bir iş görülməyib. Mən ancaq istifadə edirəm 95 oktanlı benzindən və 530 BMW qrup yağından Long Life 01 və 93 min kilometrdən 135 min kilometr yürüşə kimi də hələ ki ciddi bir iş görülməyib. Düzdür, artıq bilirsiniz ki, bu mühərriklərdə biraz zəncir problemləri olur və artıq zənciri dəyişdirməyin vaxtıdır. Yəqin ki, yaxın günlərdə bununla məşğul olacağam. Əgər sizə də maraqlı olsa bu proses, onu da çəkib paylaşaram. Və bundan əlavə mühərrikin hər hansısa bir ciddi problemi yoxdur. Yanacaq sərfiyyatına da qalanda şəhər rejimində tıxacsız 13 litrdir 100 kilometrə, amma tıxaclarla birlikdə 15 litr olur. Amma trasta məsələn 4-5 litrə kimi də düşür bu avtomobilin yanacaq sərfiyyatı. Yəni sizin sürüş tərzinizə asılıdır. Ən böyük mənfi xüsusiyyətlərdən biri bu qapıların uzun olmağıdır. Bu bütün iki qapılı avtomobillərin əsas problemidir. Bu qapılar uzun olduğuna görə yəni Bakı kimi bir şəhərdə bu dar parkinq yerlərində yəni yanınızdakı avtomobillərlə məsafə az olanda o qədər minib düşmək rahat deyil, məsələn sedanlara nisbətən. Bu F33-lərin və Y93-lərin ən böyük problemi məhz bu arxa qanada su yığılmağı problemidir. Deməli aşağıda drenaj kanalları var, onlar adətən bağlı olur və güclü yağışlar yağanda və siz avtomobili tez-tez yuyanda məhz bu hissəyə su dolur və bunu da vaxtaşırı aşağıdakı məhz o tıxacı buraxmaq lazımdır ki, bütün su axsın getsin. Çünki uzun müddət burada su qalanda hətta olub ki, bu arxa şüşələri qaldırıb endirən mexanizmin trosu çürüyüb, qırılıb və siz artıq avtomobilin üstünü aça bilmirsiniz. Belə bir hallarda olub, ona görə də salonda su səsi eşidən kimi çalışın bu arxa qanadı yoxlatdırasınız. Daha bir mənfi xüsusiyyət kimi bu arxa oturacaqları qeyd edə bilərəm ki, daha əvvəl bunun haqqında danışdım. Arxa oturacaqlar o qədər komfortlu deyil və xüsusən də sürücünün arxasında kimsə oturanda sürücü məcbur biraz qabağa getməli olur və biraz diskomfort yaradır. Amma yəni şəhər daxilində o qədər uzun yol getmirsinizsə, qısa məsafələrdə çox ciddi problem deyil.
Bir də bu avtomobilin Bluetooth sistemini qeyd eləmək istəyirəm. Ya F10-da da belə idi, bu avtomobildə də belədir ki, siz telefonu Bluetooth-a qoşanda hardasa bir 15-20 dəqiqədən sonra öz-özünə atır sistemdən, təzədən qoşulmalı olursunuz. Bilmirəm, bəlkə bunun elektriklər tərəfindən, proqramçılar tərəfindən hər hansısa bir çarəsi var, amma mən hər iki F seriyasında bu problemlə qarşılaşmışam. Avtomobilin sözsüz ki, ən müsbət xüsusiyyətlərindən biri onun xarici görünüşüdür və avtomobil çox diqqət çəkən avtomobildir. Üstü açıq olanda xüsusilə də həm cavanlar tərəfindən, həm biraz yaşlı insanlar tərəfindən və bir neçə dəfə olub ki, yaxınlaşıblar mənə avtomobillə şəkil çəkdirmək istədilər. Əlbəttə ki, sərt tavan da bu avtomobilin müsbət xüsusiyyətlərindən biridir ki, imkan verir avtomobili ilin istənilən vaxtlarında sürə biləsiniz. Yəni hava şəraitindən asılı olmayaraq küləksiz havalarda, hətta qışda belə avtomobilin üstünü açıb sürə bilirsiniz. Daha bir müsbət xüsusiyyət kimi dinamikanı qeyd eləmək istəyirəm. Yəni kabriolet də olsa, hətta ağır avtomobil belə olsa, yəni məsələn bu F33, F32-dən hardasa 200 kilodan çox daha ağır avtomobildir. Ümumiyyətlə bu kabrioletlər biraz ağır avtomobillər olur, çünki gövdənin sərtliyini saxlamaq üçün mühəndislər bu avtomobillərin A sütunlarını və döşəmələrini daha gücləndirilmiş konstruksiyadan hazırlayırlar. Ona görə də bu avtomobillər biraz ağır olur, amma istənilən halda bu 2 litrli turbo mühərrik 245 at gücə sahibdir və bu cür avtomobili də 0-dan 100-ə 6.5 saniyədə sürətləndirə bilir. Baxmayaraq ki, avtomobil kabrioletdir, idarə olunmasından da heç nə itirməyib. Hətta ən sərt döngələrə belə avtomobil çox əmin şəkildə girə bilir. Sözsüz ki, kabrioletlərin ən müsbət özəlliklərindən biri də hansı ki, digər avtomobillərdə yoxdur, bu azadlıq hissidir. Yəni, bu avtomobilləri sürmək heç bir digər avtomobil sürmək kimi hiss elətdirmir. Yəni mən hətta bu avtomobili almamışdan qabaq fikirləşirdim ki, yəni üstü açıq avtomobil sürmək, adi lüku açıb sürmək kimi bir şeydir, amma mən bu fikrimdə yanılmışam, çünki avtomobilin xüsusən də şüşələri açıq olanda sizin ətrafınızda maneə qalmır və bu avtomobili sürmək ayrıca bir zövqdür. Avtomobildə bonus olaraq pnevmatik askı sistemi var, hansı ki mən bunu sonradan qoydurmuşam. Və hal-hazırda ekranda da gördüyünüz kimi pnevmatik askı sistemi pultla idarə olunur və avtomobilin həm ön hissəsini, həm də arxa hissəsini birlikdə qaldırıb endirə bilirsiniz. Yəni iki konturlu pnevmatik askı sistemidir. Tam avtomobilə uyğundur. Yəni heç bir kəsmə, doğrama işləri olunmayıb. Avtomobilin VIN koduna əsasən Türkiyənin Tuning 07 şirkət tərəfindən istehsal olunub. Videonun sonunda onu demək istəyirəm ki, ümumiyyətlə 4-cü seriya F33 kabrioletlər arasında, yəni avtomobil tarixi boyunca gəlmiş keçmiş ən yaxşı kabrioleti. Bunu öz avtomobilimdir deyə demirəm. Sözsüz ki, mən də bu avtomobili almamışdan qabaq çox araşdırmalar eləmişəm və bu kabriolet çox universal bir avtomobildir. Və öz konkurentlərinə baxanda, məsələn, Y-klasın, C-klasın və yaxud Audi A5 kabrioletlərə baxanda onlardan çox üstünlüklərə sahibdir. Hələ Mustangla Camaro'nu ümumiyyətlə demirəm. İlk növbədə avtomobil digər kabrioletlərdən fərqli olaraq sərt tavanlı kabrioletdir. Yəni, tavan metaldan hazırlandığı üçün əlbəttə ki, bu həm səs izolyasiyası baxımından, həm termoizolyasiya baxımından, həm də təhlükəsizlik baxımından çox daha üstündür. İkincisi, bu avtomobil kifayət qədər dözümlü avtomobildir. Yəni, bu avtomobil sizə çox problemlər yaratmayacaq. Yəni, yolda qoysun və yaxud səhər xodlamasın, belə şeylər yoxdur. Hətta ən soyuq havalarda belə bu avtomobili yaxınlaşırsınız, birinci dəfədən xodlanır. Avtomobilin xarici görünüşü də heç də az önəmli səbəblərdən biri deyil və şəxsən BMW həvəskarı olduğum üçün mənə bu avtomobil daha yaxındır, bu avtomobilin xarici görünüşü. Amma yəni bu xarici görünüş biraz zövq məsələsidir, amma istənilən halda mən fikirləşirəm ki, sərt tavanlı kabrioletlər arasında
xarici görünüşü ən gözəl olan avtomobillərdən biri də məhz F33-dür. Və avtomobilin tavanını bağlayanda sadəcə kupe olur, adi bir kupe olur və hətta kiçik ailələr üçün belə çox ideal bir avtomobildir. Ona görə mən fikirləşirəm ki, seçimim heç də səhv olmayıb və heç də peşman deyiləm ki, F10-dan sonra məhz bu avtomobili almışam. Bu qədər dəyərli izləyicilər, ümid edirəm sizə də maraqlı oldu mənim avtomobilim. Gələn videolarda görüşənədək kanala və sosial media hesablarımıza abunə olmağı unutmayın. Sağ olun.